Hamıya salam. Sonunda bu videonu editləməyə özümdə vaxt tapdım. Qubaya getmişdik Novruz bayramında və xırda videolar çəkmişdim ki, birləşdirib sizinlə paylaşım. Evi köçürtməyə çalışırdım Qubaya. Hamı mənə gülürdü bu veşləri yığanda. Halbuki orada hamısı lazım oldu. Ayaqqabılar, tapçıqalar, nə bilim, uşaqların paltarları, kasovkalar. Özümlə dərmanlar götürdüm hər ehtimala qarşı. Orada boğazım gəldi, ehtiyac oldu. Uşaqlar üçün ağrı kəsici, nə bilim, sirop, hər şey götürmüşdüm. Çamadanım artıq hazırdır burada. Bilirsiniz ki, mənim 4 aylıq körpəm var. 5-ci ayın içindədir. İlk dəfə də onunla uzaq yola çıxırdıq. Çox qorxurdum ki, narahatlıq edər, amma gördüyünüz kimi keyfi götürdü. Bir ara dəvətçidə ayaq saxlayıb çay içmişdik. Və budur Qubaya daxil oluruq. Biz Qubanın Qəşrəş kəndinə gedirik. Məryəm artıq bu yollarda yatdı. Bura Megastordur. Burada o qədər böyük bir mağazadır ki, mən şoka düşmüşdüm. Qiymətləri də məni şoka salmışdı. Yarı qiymətinə tapdığımız məhsullar oldu. Artıq gəldik. Tiny House-a çatdıq. Bura elə bir yerdir ki, bir həyətdə 5 ya 4 səhv etmirəmsə bu tip evlərdir. Yan-bayan. Hər birinin içi fərqli, maraqlı dizaynda, mebellər fərqli, eyni deyil. Mən həyətə çıxanda hamısının pəncərələrindən baxırdım ki, görəsən bizdəki kimidir ya yox. Və görürsünüz, çox şirindir. Alaçatı havası var bu evlərdə, Türkiyənin. Və mənə çox xoş oldu. Burada veşlərimizi artıq şkaflara yerləşdiririk. Cücələrin paltarları. Biraz dincimizi aldıktan sonra aldığımız ərzaqları soyuducuya yerləşdirməyə başladıq və tam yerləşdik. Xoşuma gələn bir şey oldu ki, bu evlərin hamısında özünə məxsus gözəl mətbəxi və mətbəxin içində hər bir şey istifadə üçün hər bir şey var idi. Yeməyi də bişirə bilərsiniz. Yəni yüksək səviyyədə. Mənim isə bir nömrəli köməkçim oğlum Mehdidir. Gördüyünüz kimi hər bir şeydə kömək edir mənə. Çörəkləri də yerbəyər etdi və ev hazırdır, istirahətə başlaya bilərik. Ən zövq aldığım bu həyətə birbaşa pəncərə açılması və o pəncərədən keçmək də olurdu. Mehdi oynayırdı, dostlar tapmışdı özünə, yaşıdları var idi orada, digər evlərdə qalırdılar. Məryəm isə elə bil ki, heç evdən çıxmayıb, öz evi kimi dincəlməyə başlamışdı. Bu isə axşam görüntüsüdür, görün nə gözəldir. Heç gözləmədik, amma tonqal qaladılar və bu tonqalda dərhal romantik bir video çəkdim. Bəli. Sonra yol aldıq növbəti bir məkana. Burada bizim dostlarımız qalırdı, Aynur Otel və oranın restoranında şam yeməyi yedik və bayramı orada qeyd etdik. Çox dadlı idi yeməklər, qiymət münasib idi, canlı musiqi və belə əyləndik. Bu bizim dostumuzun qızıdır. Bu da mənim cücələrim. Evə gedəndə Mehdi bir səmənini götürdü ki, bizim evdə orada səməni yoxdur. Bəli, səhər oldu. Belə bir balaca bir dostumuz bizi yuxudan durğuzdu. Gəlib bizlə dalaşmaq istəyirdi. Balaca, çıqqılı, amma bir o qədər də əsəbi. Məryəm xanım isə gecəni çox rahat yatdığı üçün səhər çox razı oyanmışdı və başladıq onunla qəşəng dincəlməyə. Səhər yeməyindən sonra biraz yenə romantik dəqiqələr yaşadıq, videolar çəkdik. Evin dadını çıxartmağa başladım və bu günümüz ancaq istirahətlə keçdi. Axşam Məryəmi çıxartdım, təmiz havada gəzdirdim, sonra rahat yatdım. Və gecə mənzərəsi də çox xoş idi. Nədənsə Hind kinoları qoyub baxırdıq. Məryəm Hind musiqilərini çox sevir. Aydın babasına görə artıq onu da babası öyrətməyə başlayıb Mehdi kimi. Burada dincəlir. Uşaqlar yatan kimi isə dostlarımızı çağırırdıq çay içməyə və domino oynamağa. Növbəti gün tam da belə oyandıq və yola düşdük macəraya. Macəra buranın ən gəziləsi və görüləsi yerlərindən biridir. Çox təriflədilər, doğrudan da tərifə layiqdir. Bu mənzərə nəyə desəz dəyər. Hava çox təmiz, dəhşətli bir beyin dincəlməsi yaşadım və təbii ki, romantik videolarımdan qalmadım. Gözəl şəkillər çəkdirdik. Budur, bu qız gəlir. Əgər ki, Qubaya Qəşrəşə getsəz, mütləq Pətək restoranına gedin. Xidmət mükəmməl, çox tez, yeməklər çox dadlı və Bakıda olan qiymətlərdən yarı qiymətlə. Mən çox bəyəndim. Axşam saat, səhv etmirəmsə, 8-dən sonra depozit idi. Biz 8-ə kimi yedi, içdik, qaçdıq. Artıq Bakıya geri qaydırıq
Bu proses maraqsız olduğu üçün çəkilişlər etmədim, çünki qayıtmaq istəmirdik. Burada Xidrzində Babada 5 barmaqda dayanıb çay içmişdik və sizə sağ ol deyirik cüzələrimlə bizi izlədiyiniz üçün təşəkkürlər.